Gəlin videonu üç başda analiz edək. Gəlinlə bəy ikisi bir yerdə əl-ələ verib tortu kəsirlər. Tortu kəsəndən qısa müddət sonra gəlin əl hərəkətləri ilə tortu istəmədiyini bildirir. Yəni bunu açıq şəkildə göstərir. Bəy gəlinin tortu yemək istəmədiyini görür və videoya da diqqətlə fikir versəz bir qədər kefi pozulur və əli ilə belə eləyərək tortu buradan yığışdırın deyir. İndi bu elə bir hadisədir ki, həm gəlini tənqid edənlər çoxdur, həm də bəyi. Ümumiyyətlə Allah rəhmət eləsin, gəlin qızımızın 19 yaşı var idi. Oğlanın isə 33. Yəni bəli, bəy gəlin arasında önəmli bir yaş fərqi var. İlk öncə gəlinə qarşı edilən tənqidlərə baxaq və mən də burada öz fikrimi bildirəcəm. Deyirlər ki, gəlin burada hörmətsizlik eləyib, yəni tortu yeməməklə bəyə və onun ailəsinə qarşı burada böyük bir sayğısızlıq olub. Eyni zamanda gəlinin paltarı ilə bağlı da çoxlu sayda mən tənqid eşitdim. Hətta mən bu xəbəri ilk dəfə eşidəndə heç ona fikir belə vermədim. Bəyin özü də və bir çox insanlar da gəlinlik paltarının açıq olduğunu deyirlər. Mən ilk dəfə bu xəbəri eşidəndə mən buna heç bir şəkildə diqqət etmədim. Xanım izləyicilərimizdən xahiş edirəm bu məsələ ilə bağlı şərh yazsınlar. Yəni mən bir kişi xəylağı kimi gəlinliyə baxanda heç bir qüsur, heç bir açıqlıq görmürəm. Gəlinin bədəninin heç bir üzvü çöldə qalmır. Yəni tamamilə normal, standart, toylarda gördüyümüz gəlinlik paltarıdır. Mən burada heç bir problem görmədim. Yəni xanım izləyicilərimiz siz özünüz fikrinizi bildirərsiniz. Bəyin özünə gəldikdə isə ona qarşı edilən təhqirlərin zaten həddi hududu yoxdur. Demək olar 80% insan bəyi günahkar hesab edir. Nə bilim bəy avaradır, adam oxşamır, nə bilim əlini cibinə salıb bu avaradır. Yəni buna bənzər təhqiramiz sözlər deyirlər. Sanki bu insanların hər biri ekspertdir. Yəni insanın üzünə baxan kimi bunlar hər şeyi aydın görürlər. Mən tərəfdə isə heç bir problem yoxdur. Normal insandır. Yəni nə etməlidir? Bəyin toyda nə etməyini gözləyirik. Baxın dostlar, öncədən evlənmiş cütlüklərimiz daha yaxşı bilər. Toya hazırlanan vaxtı zaten problemlərin həddi hududu olmur. Səhərdən axşama qədər toya hazırlıq işləri gedir. Yəni bunun paltarıdır, geyimidir, saçıdır, makyajıdır, maşınıdır. Yəni bir ton iş görürsüz. Hələ sizin dostunuz, tanışınız yoxdursa, yəni sizə kömək edə biləcək insan yoxdursa, bütün işlər sizin boynunuza yığılır. Və toy günü saat axşam olanda sizin enerjinizin demək olar 70%-i sovrulur, canınızdan çıxır. Elə mən bu yaxınlarda toya getmişdim. Tam səmimiyyətimlə deyirəm. Gəlin bəy sanki robot kimi idi. Yəni bir dənə gülümsəmə, bir dənə üzdə mimika oynama mən orada müşahidə eləmədim. Və bunu da öz zənnimcə başa düşürəm də bu insanlar yorğun olublar, çox işləyiblər, yorulublar. Ona görə də belə bir qədər emosiyasız olublar. Bu da başa düşüləndir. Mən bunu normal qarşılayıram. Eyni zamanda da bu toyda da gəlinə deyirlər ki, gülmür, eləmir, nə bilim çox həvəssiz görünür. Yəni siz ekspertsiz, hardan bilirsiniz bunu? Deməli qız toyu olandan sonra bəyimiz atası və anasını götürərək qaynatası gilə gedir və iradlarını bildirirlər ki, bu gəlinə bu nə paltardı geyindirmisiniz? Bəs açıqdır, pis görünür. Nə aralarında geniş bir münaqişə yaranıb. Və bu münaqişənin nəticəsində gəlin bu hadisənin ağırlığına dözməyərək psixoloji olaraq sarsılıb. Mən elə olduğunu düşünürəm. Və bundan çıxış yolunu da öz canına qıymaqda tapıb. Atası da daha sonra bildirib ki, o qohumlar mənim zənn etdiyim kimi insanlar deyilmiş. Və yasa da zaten bəy və ailəsini buraxmayıb. Ümumiyyətlə dostlar, baxın, mən evlənməmişəm, amma mən sabahda birisi gündə ailə həyatı qursam, mən xanımın aldığı gəlinliyi görməliyəm. Yəni bunu ya bir yerdə almalıyıq, ya mənə şəklinə atmalıdır. Yəni bu toy günü bizim ən xoşbəxt günümüzdür. Yəni şübhəsiz ki, mən istəyərəm ki, hər ikimiz üçün o toy ən gözəl şəkildə keçsin. O da eyni zamanda mənim kostyum şalvarıma qarışa bilər. Deyər ki, məsələn, sən qara rəngini almısan, yox, mən bunu istəmirəm, göy rəng daha yaxşıdır. Ya falan ayaqqabı almısan, o biri ayaqqabı daha yaxşıdır. Yəni bundan normal nə var? Bir-birimiz arasında hörməti saxlayandan sonra, sevgiyi saxlayandan sonra əlbəttə ki, tənqid eləyə bilərik. Yəni burada heç bir problem yoxdur. Ona görə burada qarşılıqlı yaxşı bir münasibət lazımdır ki, sonradan problem çıxmasın. Eyni qaydada da burada da bu problem var. Mən burada elə başa düşdüm ki, gəlin paltarını tək başına alıb. Yəni bəylə heç bir söhbət aparılmayıb. Amma dediyim kimi, bütün bu şeylər qarşılıqlı hörmət əsasında olmalıdır. Baxın dostlar, canınıza qıymaq son dərəcə asandır. Yəni ondan asan heç nə yoxdur. Bunu belə başa düşün də. Hər zaman sizin əlinizin altında olan bir ehtimaldır. Qalıb da orada istifadə edə bilərsiniz. Amma həyata elə baxmaq lazımdır ki, bu bir probleminiz var. Tamam da, yəni mən bu problemi gedib necə həll edə bilərəm? Çoxmu başınız ağrıyır, çoxmu özünüzü psixoloji olaraq pis hiss edirsiniz? Belə olan durumlarda sizin ağlınıza qara düşüncələr gəlməsi qədər normal bir şey yoxdur. Əgər bu problemləri siz ailənizlə danışa bilməyəcəksinizsə, mütləq şəkildə yaxın bir dostunuzla əlaqə saxlayın. Onunla görüşün, danışın. Ona da sahib deyilsinizsə, heç olmasa bir dəniz qırağına çıxın. Gedin bax belə təbiətə çıxın, yaşıllığa baxın. Vallahi insanın gözü könlü açılır. Hər birimizin həyatında
çox ciddi deyə biləcəyimiz problemlər olur. Hansı ki, bu problemləri yaşadığımız dövrdə, yəni həmin problem davam edən dövrdə özümüzü o qədər bərbad, o qədər pis hiss eləyirik ki, amma hər birimizdə olur bu. 3 ay, 6 ay, 1 il keçəndən sonra biz o problemi artıq məsxərəyə salırıq. Dostlarımızın, ailəmizin yanında o yaşadığımız problemləri ələ salırıq, gülürük. Deyirik, sən də bunu vaxtında dərd eləmisən. İnanın mənə, bütün problemlər bir gün gəlib keçir. Həyat davam elədiyi müddətdə, nəfəs aldığımız müddətdə, deməli biz problemlərinizlə başa çıxa bilərik. Və tək başınıza da deyilsiniz. Gedin psixoloqa müraciət eləyin, dərdinizi ona danışın. Yəni siz burada ən böyük şeyi qazana bilərsiniz. Həyatınızı. Ləman artıq həyatdan köçüb. O göy üzünün parıltısını, dənizin qayalara vurduğu səsi, bu gördüyünüz yaşıllıqları bir də heç vaxt görə bilməyəcək. Və onu tənqid edib, ona pis söz yazanlar. O insan artıq dünyadan köçüb, özünü müdafiə edə bilməyəcək. Unutmayın, pis, qaba şərhləri onun ailə yaxınları da görür. Bunlara diqqət edib, məsələyə bir qədər həssas yanaşın. Bu gün canına qıyan insanları sıraya düzsək və hamısına bu sualı versək ki, siz peşmansınızmı? Əmin olun, əksəriyyəti peşman olduğunu, ani əsəb partlaması keçirib, sonrasını düşünə bilmədiyini və öz canını qıydığını qeyd edəcək. Nə olur olsun, həyat yaşamağa dəyər.